Biz Tehranın və digər ərazilərin elə hissələrinə zərbə endirə bilərik ki, bu baş verərsə, ölkənin bərpası onlar üçün demək olar ki, mümkün olmaz. Biz bunu istəmirik, lakin onların enerji infrastrukturunu hədəf ala bilərik. İranın elektrik enerjisi sistemini cəmi bir neçə saat ərzində sıradan çıxarmaq imkanımız var və bunun yenidən bərpası onların təxminən 25 il vaxtını apara bilər. Buna görə də ideal variant odur ki, biz belə bir addım atmayaq. Donald Trump'ın bu sərt açıqlamasına Tehrandan cavab özünü çox gözlətməyib. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Larijani bəyan edib ki, İranın elektrik infrastrukturuna hücum olarsa bütün region qaranlığa qərq olacaq. Analitiklər isə hesab edir ki, ağır zərbələrə və itkilərə baxmayaraq, İranın idarəçiliyini çökməyə məcbur etmək o qədər də asan olmayacaq. Çünki əsas amil ölkədə qurulmuş idarə etmə sisteminin dayanıqlığıdır. İtkilər də ağır ola bilər. Amma buna rəğmən məncə ən önəmlisi ondan ibarətdir ki, sistem işləyir. Sistem ölkədə vəziyyəti nəzarət edir. Və buna görə bu itkilər, bu zərbələr nə qədər ağır olursa olsun, İran rejimi davam edəcək. Hazırki məqamda həlledici faktorlardan biri də neft bazarıdır. Münaqişənin Hörmüz boğazının tamamilə bloklanmasına səbəb olması ehtimalı olduqca yüksəkdir. Ekspertlər münaqişənin tezliklə başa çatacağına inanmır və hətta ABŞ geri çəkilsə belə bunun neft tədarükünün dərhal bərpa olunacağı anlamına gəlmədiyini vurğulayırlar. Vəziyyət belədir ki, dünyanın ən böyük neft terminallarına çıxış faktiki olaraq yalnız Hörmüz boğazı vasitəsilə mümkündür. Hazırda qlobal neft hasilatının təxminən 5də biri itirilmiş vəziyyətdədir. Bu marşrut üzrə ixracın 90% hazırda həyata keçirilə bilmir. Bu faktlar vəziyyətin nə qədər ciddi olduğunu göstərir. Əgər indi Hörmüz boğazında minalar yerləşdirilirsə, deməli gələcəkdə buradan ümumiyyətlə neft tədarükü həyata keçirilməyə bilər. Beləliklə, yaxın şərqdəki müharibə təkcə hərbi deyil, həm də iqtisadi və strateji müstəvilərdə davam edir. Hədə qorxular və qarşılıqlı zərbələr fonunda qlobal enerji təhlükəsizliyi ciddi risk altındadır. İran daxili sisteminə güvənərək müqavimət göstərməyə çalışır. ABŞ isə həm hərbi, həm də iqtisadi təzyiqlərlə Tehranı diz çöktürməyə ümid edir. Bu qarşıdurmanın hansı nəticələrə gətirib çıxaracağı və Hörmüz boğazının taleyinin necə olacağı isə bütün dünyanın yaxından izlədiyi əsas məsələ olaraq qalır.